Bu gecə Allahın başdan ayağa bərəkətidir. Ona görə də bu gecə diqqətli olaq. Bu gecə mərifətlə ibadət eləyək. Bu gecə Allahla danışaq. Bu gecə zəmanənin imamı ilə danışaq. Bu gecəni çox ciddiyə alaq. Bu gecə ritual gecəsi deyil. Bu gecə müqəddərat həll olan gecədir. Bu gecədə bir Rəbbindir, bir sən. Bilirsən necə bir gecəyə oxşuyur bu gecə? Qəbir gecəsinə oxşuyur. Qəbir gecəsində bir Allahdır, bir sən. Nələr demək istəyirsən Allahova? İlahi, xahiş edirəm, bax belə olsun. İlahi, filan günahlarım da var. Qorxuram, o belə olar. İlahi, istəyərəm Əhl-i Beytin yanında ol. Bax, bu gecə onları istə. Özdə ən böyük dualar istə ya bu gecə. Bu gecə ən möhtəşəm duaları istə ki, o duaları təklikdə baxsan, görərsən ki, çox dəyərlidir, çox möhtəşəmdir. Allahdan böyük şeylər istəmək lazımdır. Amma dil ucu yox, başa düşərək. Ona görə Rəbbindən danış. Danış ki, ilahi, bax mən bunu istəyirəm, amma bu kimi şeylər də maneədir. Bu illərim mənim üçün belə oldu. Üzümüzə gələn il belə etmək istəyirəm.